İndi bu əsər haqqında sizə danışacağım. Bu mən deməli ki, axırıncı işimdir. Çünki ondan sonra mən 2 dənə iş işləmişəm, hədiyyə eləmişəm. Mən bunu axırın o hədiyyələri mən saymıram. Baxmayın ki, onlar da yaradıcılıq idi. Burada deməli böyle bir tarixi bir hadisədən danışılır. Onun için de çok oldukça mürekkep işti. Burada deməli Vavilon gülləsinin dağılması, daha doğrusu məğlub olması əsas götürülür. Burada deməli ikinci Kir hücum edir Vavilona və buranı darmadağın edir. Bundan əlavə əslində bundan əvvəl deməli burada belə bir proses başlayır ki, Valtazar adlı bir şah qonaqlıq gəldir. Valtazarın da ki, dediklərine göre Valtazar Nabucodonosor'un oğluymuş. Aslında bu böyledir. Onun oğlu dövmüş. Onun için ki Nabucodonosor'un ikinci aradı vardı, onun da oğlu vardı. Orada biraz böyle müəmmalı bir proses var. Çünkü dəqiqləşdirə bilmirlər. Alimlərlə onun üstündə işləyirlər. Valtazar burada pir düzəldir. Valtazarın düzəltdiyi pirdə deməli bu İsrailin ən yaxşı, gözəl məbədlərindən götürülmüş qab, qaçaq, qızıl, həmin qızıllar zaten deməli bunlar istifadə edirlər. Bu kuboklardır, dolçalardır, falandır. Yaxşı yemək istəyəcəkdilər və burada başlayır kef məclisi açmağa. Burada da deməli Levi olur, Peyğəmbər Levi güya 300 il, 400 il əvvəlcədən deyirmiş ki, Vavilonun axırı o ilə qutaracaq ki, Valtazar başlayacaq burada pir düzəlməyə, yiyibsini düzəlməyə və o ilə də bu darmadağın olacaq. Kakaz bu momentdə Kirin qoşunları hücuma keçəcəklər. Mən biraz belə skeptik yanaşıram, çünki düzdür, dini mövzulara indi hörmətim var. Mən Bibliyanı da oxumuşam, necə Quranı da, hamısını nə qədər imkan var başa düşürəm. Orada dediyinə görə güya ki Levi deyir ki 200 ildən sonra darmadağın olunacaq. Onu bir предсказатель demir ki, əvvəlcədən kimsə onu görüb deyə bilərmiş. Mən inana bilmirəm ki, 200 əvvəl məsələn Levi bu belə bir предсказание verib. Bunlar burada qonaqlıq məclisi edəndə burada bir deməli güllə olur. Bu güllə koruyucu güllə. Necə hələ bir ki buradakı adamlar bu güllədən baxırlar, görsünlər ki, ətrafda nə baş verir. Bu ətrafda baş verən hadisələr götürəndə birdən deməli güllənin üstündəki adam qaça-qaça gəlir ki, deyir, Vavilon artıq məğlub olub, Kirin qoşunları girib içəri və Vavilonun axırıdır. Burada da Kakaz bir ox dinləyicə gəlir, deyir ki, Valtazara, Valtazar da ölür. Burada kef məclisi var, dağılır. Bu ilə belə Kir, deməli, necələr, ikinci dəfə gəlir, hakimiyyəti ələ alır. Burada Vavilonda o iki dövlətin başçısı olur. Həm Samanidlərin, həm də bu Vavilonların. Mən burada bunu şeyləndə, qulaq asanda bu Pristəyə ya hələ Bibliyanın özündə oxuyanda da mən başa düşürəm ki, burada nəsə bir mənalı bir şey var. Çünki məşhur, dünyanın ən məşhur gitaristi Jimi Hendrix və ondan da əvvəl Bob Dylan belə bir mahnı yazmışlar. Həmin
Qüllə rusca deyəndə daha yaxşı səslənir. Strojovoya bashnya, Vavilonskaya Strojovoya bashnya. Yəni ki, burada storjlar deyənlər burada. Onlar axıran deyirlər, onlar xəbər verirlər. Bu Bob Dylan həmin mahnını yazır, amma interpretasiya elmi şərti ilə. Və onun gözəl qarmoşkada və gitarda çalır onu. Bu çox məşhur mahnıdır. Amma üstündən nəsil keçəndən sonra dünyanın ən məşhur gitaristi Jimi Hendrix elə bir şey edir ki burada, elə bir musiqi yaradır ki, həmin fonda ki, Bob Dylan'ın yazdığı necə qalır kölgədə. Baxma, Bob Dylan da gözəl yazır, həzin yazır həmin mahnını. Mən tövsiyə edərdim ki, cəmaət qulaq assın Bob Dylan'ın Alan at Watson V. Yaxud da sonra Jimmy'nin oxuduğuna qulaq assınlar. Görəcəklər nə qədər fərq var. Hələ bir ki, bunu deyənlər bəziləri deyir ki, Jimmy, məsəl üçün, Bob Dylan bu mahnını yazır gündüz oxumasın. Amma Jimi Hendrix yazır bunu axşam oxumasın. Jimi Hendrix orada Bibliyadakı temalar toxunur. Hətta şu təlxəyləri də salır ora bir necələr ironik bir şeydə. Amma olduqca heç kəsin ağlına gələ bilməzdi ki, Jimi Hendrix belə bir şey oxuya bilsin və oxusun və dünyada bəlkə də onun oxuduğu ən ecazkar güclü kompozisiyalardan birinə çevrilsin. Mən yuxarıda Jimi Hendrix vermişəm, aşağıda Bob Dylan'dır. Bob Dylan'ı göstərə bilərəm sizə. Belə sorarım. Burada Bob Dylan'dır. Burada ki Baltazar'dır, onun kef məclisidir və Kirin qoşunları üzümə keçirlər. Burada məşhur İştar qapısıdır. Vavilonda indi onun necə deyərlər, avtorankalarını, onun qalalarını Germaniyada hardasa vaxtsanamız edib saxlayırlar. Burada görürsən də Dəclə çayı, hər tərəfdən qoşunlar gelir. Orada böyük hadisələr baş verir. Hətta oxuyanda ki, o həmin şeiri oxuyanda ki, necə yazıb, orada insanlar susuzluqdan ölürlər, su üçün yalvarırlar ona görə. Burada əxlaqsız qadınlar da var və bu ölüm öldürmələr gedir burada. Lakin ki, qalib gəlir. Bu əsər belə baxanda çox, necə deyirlər, Ruscası nasışınlıdır. Amma bir bunları ayırıb başa düşmək lazımdır. Çünki bu tarixdir. Tarixi necə deyirlər, əks etdirmək lazımdır. Mən bəzən təəssüflənirəm ki, anda bir tarixi bir prosesləri onlar əks etdirmirlər. Heç o vaxtda filmlər də çəkməyiblər. Düzdür, David Wark Griffith'in çəkdiyi kinolarda Nitir Timus deyib adam obru filmində orada elə bir namıqlar var. Orada hətta yaxşı bir süjet də fikirləşdim. Amma tamamilə bu hadisəni necə deyirlər, tamamilə görsətmək və Levinin o duvarda çıxan yazılar ki, əvvəl yazılar çıxır ki, Vavilon dağılacaq və ondan sonra da həmin bu proses başlayır. Bu əsər, necə deyirlər, buna aiddir ki, mən buna çox vaxt sərf eləmişəm. Təxminən bəlkə bir 2 ay vaxt gedib bu işi işləməyə.